çembərin yarıçapı R-dir. Yəni radius R-ə bərabərdir. Bir də belə kirişlər verilib, yəni vətərlər verilib. AB vətərinin uzunluğu 2/3-dür. DC vətərinin uzunluğu 2-dir. Sadəcə bilirəm ki, BC 90 dərəcə altına kəsişib, amma bunlar diametrə söykənmir. Bu mənim işimə bir şey yaramayacaq, yəni işimə yaramayacaq. Mən biraz buradan qövslərdən gedəcəm. Qövslər dediyim yaylar, yəni DC yayına mən bir DC yayına uşaqlar bir N deyim, BN yayına bir M deyim. Biz də bilirik ki, iki kəsişən, belə deyək, ilk kəsişən vətər ya da iki kəsişən kiriş arasında qalan açını tapanda, məsələn 90 deyil, onu tapmaq istəyəndə M plus M bölü 2-yə bərabərdir 90-a. Onda buradan çıxır ki, M plus M bərabərdir 180 qaydasını gördüm. Mən də bilirəm ki, nədən istifadə edəcəm? Mən buradan bir dənə diametr çəkəcəm. Baxın, bu kirişləri silirəm indi. Buradan keçən bir diametr çəkəcəm, yəni çap çəkəcəm. Çap da bilirik çevrəni neçə yerə bölür? 2 yerə bölür. 180 olaraq 2 yerə böləcəkdir dərəcə ölçüsü olaraq. Onu da riyazi olaraq mən bura N yaza bilərəm də, elə deyil. Çünki M ilə N-in cəmində nə verməli idi? 180 verməli idi. Yəni buradan istifadə edə bilərəm. Hətta ekstradan bir də nə edəcəm? Bərabər qövslərə söykənən vətərlərin özləri də bərabər uzunluq olaraq, elə deyil. O qaydadan istifadə eləsəm, N-in qarşısındakı vətər 2-dirsə, mən buradan özümdən bir vətər çəksəm, yəni kiriş çəksəm, onun da uzunluğu 2 olacaq, alacaq. Yəni o qaydanı tətbiq elədim. Bir də bilirəm ki, diametrə söykənən vətərlər, kirişlər 90 dərəcə altında kəsişir. Aynı oldu mu? Bu qaydadan istifadə etsəm, burada necə alındı? Dik üçgən alındı, düz bucaqlı üçbucaq alınmış oldu. Mən də bu özəl üçgəndə hətta direkt baxan kimi görünür. Bura demək 30 dərəcəymiş, 30-un qarşısı 2-dirsə, 60-ın qarşısı 2/3 olub. Onu mənim diametrim 4 olacaq. Diametrim 4-dürsə 2 yerə bərabərdir, R də bərabərdir. Buradan bura 2, buradan burada 2 olacaq. Bu qaydadan tətbiq eləyib bu misal tapa bilərik. Maraqlı bir sual idi.